İsmail Şiəçiliyi yaymaq və İrançılığı möhkəmləndirmək üçün gəlmişdir. Bəli, bunu demişik və sübutlarını da həmin videoda təqdim eləmişik. Şah İsmailin 10.000 Ağqoyunlu türkmənini qətliama uğratdığı həmin Səfəvi mənbələrində var. Məsələn, Tarixi İlçiyani Nizamşahi Xurşad İbn Qubad Əl-Hüseyninin əsəridir. Bu şəxs 1565-ci ildə ölüb və Səfəvi sarayının tarixçilərindən də tam münasibət. Buyurun, oxuyun buradan, tərcümə edin. Cavab verəcəm mən sizə. Siz ekrana göstərin onu. Ekrana göstər, mənə göstər. Mən bir xəbərim var. Əks arqumenti deyəcəm mən. Qırğınlara dair başqa bir dəlil də Maria Angelina Giovanni'nin əsəridir. O da var burada. Onu göstərə bilərəm. Belə şifahi olaraq kifayət edir. Bu iki əsərə istinad edirik. Təbrizdə baş verən qırğınlara dair və Bakı qırğını haqqında da yenə də orada dəlillərimizi təqdim eləmişik biz əslində. Burada ikinci dəfə onu təqdim eləməyə ehtiyac yoxdur deyə düşünürəm. Bu da həmin Mario Giovanni'nin Angelolo'nun əsəridir. Şah İsmail'i sünni düşməni kimi göstərən tərəflər izah elə bilmir ki, o özünün hansı əsərində özünü konkret şiə adlanır. Siz bildirirsiniz ki, Şah İsmailin siyasəti sırf məzhəbçilik üzərinə qurulmuşdu. Şah İsmail Azərbaycan deyil, İran dövlətçiliyinin banisidir və İran dövlətinin təməllərinə görə ona borcludur. Belə bildirirsiniz. Həmin müsahibədə bir ziddiyyətli məqamla mən üzə gəldim. Bir yandan onu İran dövlətçiliyinin banisi, İran dövlətçiliyinin təməlini qoyan şəxs kimi qeyd edirdiniz. Ardından 3 dəqiqə keçmiş həmin eyni müsahibədə deyirsiniz ki, neyiniq, bu da bizim də şahımızdır, Azərbaycanın da şahıdır, amma onun hədsiz dərəcədə yüksəldilmiş obrazını aşağı salmaq istəyirik ki, olduğu kimi göstərək. Yəni bu da sizin orada olan ifadənizdir və bu ziddiyyəti nə siz özünüz, nə də sizə inanan insanlar məntiqlə izah edə bilməzlər mənim fikrimcə. Çünki bir insan İran dövlətçiliyinin banisi ola Azərbaycan şahı kimi siz bunu göstərirsinizsə, bu iki fərqli qütbdür, iki fərqli baxış bucağıdır. Ceyhun müəllim deyir ki, mən iddia eləmişəm ki, İran dövlətçiliyinin təməlini qoymuşdur. Biz orada videonu diqqətlə izləyən, əgər siz də diqqətlə izləmişsinizsə, mütləq onu görmüsünüz. Biz orada, icazə verin, biz orada kimin ağzından çıxan sözləri, kimin müsahibələrini verdik? İranın vəfat etmiş ali dini lideri Əli Xameneyinin Səfəvilər haqqındakı fikri, onun siyasi məsələlər üzrə müşaviri Əli Əkbər vilayətinin fikrini ki, İran dövlətçiliyinin təməli Səfəvilər tərəfindən qoyulub. Bu mənim iddiam deyil. Bu onların fikridir. Biz o fikri sadəcə auditoriyaya təqdim eləmişik. Əcəba vaxtı ilə, yəni Səlcuqlular tərəfindən məğlub edilmiş, sindirilmiş və məcburən artıq öz siyasi və hərbi qüdrətini itirəndən sonra Mazandaran və Gilan dağlarına çəkilmiş, vaxtı ilə bu vehlərin qalıqları o İran Fars milliyətçiliyini, Fars dövlətçiliyini davam elətdirmək istəyənlər bu Səfəvilər ailəsinin, Şeyx Heydərin övladlarının başına gələn bu hadisədən bir fürsət olaraq istifadə elədilər. Yəni İbrahim və İsmail aradan götürüb onların yerinə tamamilə başqa şəxsini qoydular. Ehtimal irəli sürdü. Əvvəla onu bildim ki, Şeyx Seyiddir, Əli Xamneyinin hansısa bir mövqeyini bildirməyi, onun özünü aparıb Şah İsmailin irsinə calaq etmək cəhdi və sizin bunu təkrarlamağınız, sizin həmin fikirdə olmağınız deməkdir. Əgər siz onu təsdiqləyirsiniz də, belə çıxır ki, yəni bu belə deyirsə, demək belədir. Gəlin mən də o zaman sizə mərhum Ulu Öndərimiz Heydər Əliyevin Şah İsmail irsi ilə bağlı söylədiklərini deyim. Onun açılan Bakıda heykəlindən danışaq Şah İsmailin, İlham Əliyevin həmin heykəli təzədən ziyarət eləməyindən danışaq. Azərbaycan ordusunun bütün paradlarında və keçidlərində, hərbi keçidlərində Səfəvilər dövlətinin bayrağının ön planda gətirilib keçiddə istifadə olunmasından danışaq. Hansı daha ağır gəlir? Mənə Seyid Əli Xamneyi mi lazımdır, yoxsa Azərbaycan rəhbərlərinin mi bu davranışlar lazımdır? Biz Azərbaycandayıq və Azərbaycan tarixçiliyinin Səfəvilərə olan mövqeyini tartışırıq burada. Məni Əli Xamneyinin mövqeyi yumşaq desəm maraqlandırmır. Ancaq
dinləyirəm. Onunla bərabər mən də onu xatırlayıram ki, bir Qasım Süleymanı deyilən bir generalı var idi İranın. Konkret Seyid Əli Xamneyinin də nümayəndəsi idi. İraqda fəaliyyəti var idi, vurdular, öldürdülər. Qasım Süleymanın bu yaxınlarda bir videosu çıxdı öz səsi ilə. Deyir ki, bizim dövlətimiz, bizim İranımız, vətənimiz 700 il bizə aid olmayan yadlar tərəfindən yönəldilib. Son 700 ildə. Son 700 ildə demir. Elə deyir. Elə demir. Və Mən həmin onu paylaşmışam. yazın Niyə özünüzdə görə? qeyd edirsiniz. Paylaşmışdı onu. O konkret Səfəvilərə qədərki tarixi deyir o. söhbət. Yox, xeyr. Son 700 ilini deyir. Səlcuqluların Orada adım daxildir. çəkir konkret. Ağqoyunlu, Son 700 Qaraqoyunlu, sözü yoxdur Səfəvi, orada. Əfşar, O videonu Qacar. verəcəm, sizə əlavə eləyərsiniz. Bunlar bura. bildirir. 700 سال تاریخ ایران بدون تاریخه 700 سال تاریخ این کشور تاریخ حاکمان غیر ایرانی است بر این کشور سلجوقیان و سطوح مختلف دیگری از جاهای گوناگون بر این کشور حکومت کردند Ki, bu adamların panfarsizm düşüncəsindən çıxış eləyib bu adam. Pan-İranizm düşüncəsinə əsasən bunun düşüncəsinə görə İranın tarixinin 700 illik bir dövrü İran yadlar tərəfindən idarə olunub. Daha sonra özümüzünki onun baxışına, təbirindən desə özümüzünki gəlib hakimiyyətə. Mən Bu umurumda Seyyid deyiləm bunlar. Əli Xameneyidən Xamneyni vilayəti bu sözü deyil. rəsmi nümayəndəsinin rəsmi mövqeyidir və İran İran dövləti səfirliyinə mövqeyidir. etiraz edir. Niyə belə deyim? Mən ona Mənə nə bildirməm, mən onu bildirirəm ki, mənim üçün Azərbaycanın dövlət rəhbərliyi mövqeyi Azərbaycan dövlətçiliyinin xətti önəmlidir və mən bundan çıxış eləyirəm. Məni maraqlandırmır Qasım Süleyman nə deyib və yaxud da Seyid Əli Xamneyi nə deyib. Sizin də onun dediyi barədə söylədiyiniz arqument burada keçərli deyil. Sərhəddən o yana bəlkə İranda keçərli olar. Oranın əhalisi üçün, daxili auditoriyası üçün Bilmək bəlkə olmaz, önəm bəlkə daşıyar. burada da kimlər üçün keçərli. Xeyr, bura İran deyil, bura Azərbaycandır. Bu baxımdan da Çünki bizim biz öz orada, biz mövqeyimiz orada var. məşhur bir Bizim şəxsi dediyimiz nədir? Baxın, səsini də qoymuşdu. siz bunu qoyduq bir qırağa. Yəni siyasi xadimlərin, dövlət başçılarının söylədikləri məsələdə bizim üçün ağırlıq olan nədir? Mərkəzini mən söylədim.